əslində dünyada yazılacaq süjetlər də çox deyil və hər bir müəllifi fərqli eləyən yaratdığı maraqlı süjetdən daha çox, mövzudan çox o mövzuya necə yanaşması və o mövzunu hansı şəkildə ifadə etməsidir. Ədəbiyyat nədir? Niyə ədəbi mətnləri oxumalıyıq? Bu suala verəcəyimiz cavablar bizim ədəbiyyat anlayışımızı, yazacağımız dərslikləri və keçəcəyimiz dərsin modelini və strukturunu formalaşdırır. Dolayısıyla bəzən bu suala yanlış cavab vermək və ya ədəbiyyatın haqqında yanlış təsəvvür olan, belə deyək ki, ekspertlərin və ya şəxslərin quracağı dərs modeli və yazacağı dərsliklər və ya məqalələr və araşdırmalar da dolayısıyla problemli olacaq. Biz əgər ədəbiyyat tədrisinin orta məktəb və ali məktəb 2 səviyyədə düşünsək, məsələn, orta məktəblərdəki ədəbiyyat dərsliklərini biz incələsək, analiz etsək, biz görərik ki, ədəbiyyat nədir sualının oradakı cavabı kifayət qədər məhdud və çərçivəyə salınmış formadadır. Ədəbiyyat deyəndə bizim dərsliklərimizdən görünən ədəbiyyat odur ki, o yalnız tərbiyə etmə funksiyasını daşıyır, içində mesaj daşıyır və bu şəkildə bu mətnlərdən istifadə olunur. Bu ədəbiyyatı kifayət qədər məhdudlaşdırmaq deməkdir. Nə üçün orta məktəblərdə ədəbiyyat fənninin tədrisi və dərslikləri xüsusi əhəmiyyət daşıyır? Çünki Azərbaycan vətəndaşlarının əsas ümumi zövqü, ədəbiyyat düşüncəsini yaradan təməl bazalardan biri orta məktəbdir. Ola bilər ki, böyük bir əksəriyyət orta məktəbdən məzun olacaq və daha sonra bir daha heç vaxt ədəbiyyat dərsi almaq şansı olmayacaq. Bu da o deməkdir ki, həmin insanın ədəbiyyat zövqü orta məktəbin son 5-6 ilində ona öyrədilən, formalaşdırılan mətnlər və tekstlər üzərindən olacaq. Biz Azərbaycan cəmiyyətində bunu tez-tez görürük. Məsələn, siz müxtəlif tədbirlərə getdikdə, orada deyilən şeirlərə, kompozisiyalara baxsanız, böyük bir əksəriyyətinin məzmunu demək olar ki, monoton bir məzmunda şeirlər deyilir və monoton üslublarda yazılmış şeirləri siz görəcəksiniz. Çünki artıq bizim dərsliklərimiz və ədəbiyyat dərslərimiz geniş bir ictimaiyyətdə formalaşdıran təməl prinsiplərdən biri budur ki, ədəbiyyat, daha doğrusu şeir kontekstində danışsaq, şeir qafiyəsi və hecası olan bir mətndir. Dolayısıyla qafiyəsi və hecası olmayan mətnləri biz artıq şeir kimi qəbul etmirik və fərqli üslublarda yazılan mətnləri demək olar ki, qəbul etmirik. Burada ədəbiyyat müəllimlərinin də rolu var. Həm orta məktəb, həm ali məktəbdəki bəzi ədəbiyyat müəllimləri bəlli bir dövrün, bəlli bir şairin eksperti olurlar, daha çox onun üzərindən fokuslanırlar və daha ondan sonrakı bütün ədəbiyyatı, bütün mətnləri həmin şəxsin və ya şəxslərin üzərindən dəyərləndirirlər. Məsələn, bir adam deyək ki, Füzuli haqqında doktorluq dissertasiyası yazır, bütün həyatı boyunca artıq ədəbiyyata və şeirə Füzulinin prizmasından baxır. Ona görə də 21-ci əsrdə yazılan və ya 20-ci əsrdə yazılan müxtəlif şeir formaları və şəkilləri onun üçün mənasız və məzmunsuz görünür. Çünki o bütün şeirləri Füzulinin prizmasından ölçür. Hər bir ədəbiyyat dərsi və dərsliyi bəlli bir kanon formalaşdırır. Yəni hansısa bir qrup şəxslər, ekspertlər bizə bir müəllifləri seçirlər və həmin müəlliflərin mətnlərini seçirlər və onlar qərar verirlər ki, məhz bu mətni oxumalısan, məhz bu yazıçını, bu şairi oxumalısan. Dolayısıyla digər şairlər, yazıçılar və bir yazar və ya bir yazarın digər mətnləri diqqətdən kənarda qalır. Əvvəldə verdiyim ədəbiyyat nədir sualına yalnız əxlaqi, tərbiyəvi kontekstdə cavab axtaran və ya formalizə edən şəxslərin seçdikləri mətnlər dolayısıyla kanonu formalaşdıracaq və bu kanon əslində şagirdin və ya tələbənin zehnində bəzən yanlış kodlamaya da səbəb olacaq. Çünki artıq bir dəfə bir mətni seçməklə biz həmin şairi, yazıçının yaradıcılığını bir mətnlə kodlayırıq.
onun zehnində və əgər bu kodlama yanlış olarsa, deyək ki, estetik meyarlardan ölçülməzsə, o zaman onun beynindəki formalaşan ədəbiyyat fikri də məhdud olacaq. Bu gün ədəbiyyatın daha çox cansıxıcı olması, Azərbaycan ədəbiyyatına yuxarıdan aşağı olan baxışın və ya Azərbaycan ədəbiyyatından oxucuların yüksək gözləntilərinin olmamasının təməl səbəblərindən bəlkə də biri bundadır ki, bizim orta məktəb və ali məktəbdə daxil olmaqla kanonlarımız və seçdiyimiz mətnlər və seçdiyimiz müəlliflərdə müəyyən məhdudiyyətlər var. Biz dərsliklərə baxsaq, bəzi müəlliflərin dominantlığını görürük, bəzi üslubların dominantlığını görürük. Məsələn, orta məktəb dərsliklərində ədəbiyyat anlayışı və dünya ədəbiyyatı anlayışı kifayət qədər qüsurludur və dünyadan seçilən mətnlərin özü belə artıq müasir dövrün, müasir zamanın mətnləri deyil. O estetikalar demək olar ki, bugünün gəncinə, yeni nəslə xitab etmir. Dolayısıyla da bəzən əslində ədəbiyyat dərsi kifayət qədər maraqlı, zövqlü və canlı keçməlidir. Ancaq seçilən mətnlərin yanlış olması səbəbilə və yeni nəsil, gəncin özünü o mətnlərdə tapa bilməməsi səbəbilə biz onu ədəbiyyatdan uzaqlaşdırırıq. Ədəbiyyat təhsilinin, tədrisinin digər təməl problemlərindən biri də ədəbiyyat mətnlərinin yaradıcılarını bütləşdirmək və ilahiləşdirməkdir. Dolayısıyla biz bəzən şagirdlərimizə və ya tələbələrimizə həmin şəxsləri seçilmişlər olaraq təqdim edirik, həmin şəxsləri tənqid etmək hüququnu onlara vermirik. Onlar nə yazıbsa mükəmməldir, onlar nə ediblərsə bu həyatda həmişə doğru qərarlar veriblər və həmişə doğru seçimlər ediblər kimi bir şəxsiyyət kultu yaradılır. Bu təkcə ədəbiyyatçılar üçün deyil, bəstəkarlar üçün də belədir, rəssamlar üçün də həmin şəxsiyyət kultu yaradılır. Bunun da çoxlu problemləri var. Bu problemlərdən biri ondan ibarətdir ki, bəlkə də bizim sinifimizdə gələcəyin yazıçısı olacaq şəxs var. Biz həmin o yazıçı dediyimiz şəxsləri ilahiləşdirərək həmin tələbəni ondan uzaqlaşdırırıq. Çünki tələbə fikirləşir ki, o qeyri bir adi bir adamdır, yazıçı olmaq üçün çox fərqli bir həyat tərzin olmalıdır. Mənim isə həyat tərzim monotondur, dolayısıyla mən yazıçı ola bilmərəm. Düşünürəm ki, ədəbiyyat dərsinin tədrisində ən önəmli məsələlərdən biri də interdisiplinar bir yanaşmadır. Heç bir ədəbiyyat mətni, heç bir ədəbi mətn boşluqdan yaranmır. Dolayısıyla bir mətni şərh edərkən, təhlil edərkən biz o mətnin həm mətnin yarandığı dövrün siyasi şərtlərini, iqtisadi şərtlərini, sosial problemlərini də düşünməli və bu prizmadan mətnə baxmalıyıq. Bir mətnə müxtəlif aspektdən baxaraq biz həmin mətnin dərinliyini daha da yaxşı anlamış olarıq. Məsələn, əgər Mirzə Cəlilin Poçt qutusunu oxuyuruqsa, burada sadəcə qısa bir şəkildə Mirzə Cəlil cəhaləti, təhsilsizliyi tənqid edib demək yerinə Poçt qutusunun yazıldığı dövrdəki sosial, siyasi, maarif məsələlərinə də baxmalıyıq. Bəlkə də biz anlamalıyıq ki, Azərbaycanda poçt sistemi nə vaxt qurulub, bunun cəmiyyətə yansıması hansı şəkildə olub. Məsələn, Əkinçi qəzetində biz bu problemi görürdük ki, müəlliflərdən biri yazırdı ki, əslində bizim oxucu sayımızın azlıqlarından, səbəblərindən biri ondan ibarətdir ki, bizim oxucumuz heç bilmir ki, ölkədə belə bir qəzet çıxır. Dolayısıyla hər bir mətni, hər bir ədəbi hadisələri öz siyasi, iqtisadi, sosial kontekstində dəyərləndirmək çox vacib məsələlərdən biridir. Bir ədəbiyyat müəllimi olaraq mənim üçün ən qəbul edilməz prinsiplərdən biri də mətnləri bütün şəkildə oxutdurmaq yerinə onun icmalını oxutdurmaqdır. Bəzən müəllimlər bir romanın, bir pyesin, bir hekayənin xülasələşdirilmiş qısa formatını tələbələrinə oxutdururlar. Bu isə şagirddə və tələbədə yanlış bir fikir formalaşdırır. Sanki biz ədəbiyyat mətnlərini sadəcə süjet xəttlərinə, orada baş verən hadisələrin ardıcıllığını əzbərləmək üçün oxuyurmuş kimi bir fikir yaranır. Halbuki ədəbiyyat mətnini oxumaq tamam bir fərqli mənalara gəlir. Əslində dünyada yazılacaq süjetlər də çox deyil və hər bir müəllifi fərqli eləyən yaratdığı maraqlı süjetdən daha çox, mövzudan çox
o mövzuya necə yanaşması və o mövzunu hansı şəkildə ifadə etməsidir. Mətnlərin icmalının oxutdurulması bu mənaya gəlir ki, biz yalnız həmin kitabda baş verən əsas hadisələri əzbərləməklə ədəbiyyat anlayışını, ədəbiyyat zövqümüzü formalaşdıra bilərik kimi bir fikir yaranır. Təəssüf ki, imtahanlar da bir çox hallarda məhz əzbər sistem üzərindən yaradılır və tələbə dolayısıyla bir ədəbi mətnin zövqünü almaqdan daha çox mən bunu necə oxuyum ki, imtahanda ehtimal oluna biləcək suallar hansı istiqamətdə olar, bu hekayədə nələri əzbərləməliyəm, bu romanda nəyi əzbərləməliyəm kimi bir baxış bucağından mətnə baxırlar ki, bu da ədəbiyyatı kifayət qədər cansıxıcı və monoton bir dərsə çevirir.